Salam. Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara nəzər salaq. Ötən həftənin statistikası nə qədər müraciət cavablandırıldı? BMT-nin ekspertlər komitəsində asan xidmət barədə nə danışıldı? Asan xidmət modeli New Yorkda diqqət mərkəzində. İnnovasiyalar Mərkəzi və Uğur Sağlıq Texnologiyaları Azərbaycan arasında imzalanan anlaşma memorandumu nələri ehtiva edir? Ötən həftə ərzində Asan Xidmət Mərkəzlərində 242.281 müraciət qeydə alındı. Asan Kommunal Mərkəzlərinə edilən müraciət sayı 14.038 oldu. 4.610 səyyar xidmət göstərildi. 108 çağrı mərkəzinə edilən müraciət sayı 18.793 oldu. Ötən həftə ərzində vətəndaşlara 5.957 viza verildi. Asan ödəniş vasitəsilə 191.473 ödəniş həyata keçirildi. Asan Xidmət BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarılıb. 13-17 aprel tarixində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdə olub. Məqsəd BMT-nin New York şəhərində yerləşən mənzil qərargahında İqtisadi və Sosial Şuranın Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 25-ci sessiyasında iştirak olub. Azərbaycan hökuməti ilə BMT arasında 2024-cü il 11 noyabr tarixində imzalanan tövhə sazişinin icrası çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq naminə dövlət xidmətlərinin göstərilməsində mükəmməllik mövzusunda tədbir də baş tutub. Toplantıya ümumilikdə 120-yə yaxın iştirakçı qatılıb. BMT yanında daimi nümayəndəmiz Tofiq Musayev dövlət xidmətlərinin göstərilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında asan xidmət modelinin xüsusi əhəmiyyətini qeyd edib. BMT Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Li Junhua tədbir iştirakçılarına ünvanladığı müraciətdə asan xidmət modelinin dövlət xidmətlərinin keyfiyyətinin artırılmasında nümunəvi təcrübə olduğunu vurğulayıb. Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev asan xidmət indeksi qiymətləndirmə mexanizminin şəffaflığın, səmərəliyin və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. Çıxışçılar ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin paylaşılmasının qlobal səviyyədə faydalı olacağını vurğulayıblar. Asan xidmət modeli New Yorkda diqqət mərkəzində. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev New Yorkda dövlət qurumlarının transformasiyası, innovasiya, hesabatlıq, iştirak və inklüzivliyin təşviqi mövzusunda keçirilən tədbirdə çıxış edib. Dövlət Agentliyinin nümayəndəsi Prezidentin təşəbbüsü ilə yaradılan asan xidmət mərkəzlərində tətbiq olunan innovativ həllər və ölkəmizin müvafiq təcrübəsinin ixracı sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. Tədbirdə üzv dövlətlərin BMT yanında daimi nümayəndələri və dövlət qurumlarının rəsmiləri, beynəlxalq ekspertlər və akademik dairələrin nümayəndələri iştirak ediblər. Səfər zamanı BMT-nin Cənub Əməkdaşlığı Ofisinin direktoru, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının bölmə rəhbəri, eləcə də İordaniyanın və Mərakeşin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşlər də keçirilib. Asan Xidmətin İnnovasiyalar Mərkəzi və Uğur Sağlıq Texnologiyaları Azərbaycan arasında anlaşma memorandumu imzalanıb. Sənədi İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və Uğur Sağlıq Texnologiyaları Azərbaycan MMC-nin direktoru Yurdanur Murzoğlu imzalayıblar. Tərəflər memorandumda Asan AI Hub platforması çərçivəsində süni intellekt əsaslı həllərin inkişafı, mobil sağlamlıq texnologiyalarının genişləndirilməsi, təlim, eləcə də sosial innovasiyalar istiqamətləri üzrə tədqiqat, səmərəli və davamlı əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər. Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və innovasiya ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. Yaşad Fondu şəhidimiz Füzuli Məmmədovun ailəsinə dəstək göstərib. Şəhidimizin hər iki övladı Fatimə və Zəhra fondun vəsaiti hesabına Gəncədə Xəzər Universiteti Dünya Məktəbində təhsil alır. Qəhrəmanımızın həyat yoldaşını dinləyək. 2016-cı ildə kurs keçərək hərbiçi olaraq işə başlayıbdı. Füzuli 2020-ci il sentyabrın 27-si Vətən müharibəsində iştirak eləyib.
44 gün müddətində döyüşüb, Zəfər gününü qeyd edibdi. Zəfər bayramından 3 ay sonra Füzulini zabitlik kursuna göndərdilər. Füzuli zabitlik kursunu keçəndən sonra leytenantlıq rütbəsi aldı. Qusar rayonu Ensali hərbi hissədə zabit kimi işinə davam elədi. 2023-cü il 19 sentyabr antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuşdur. 2023-cü ildə Xankəndində stadionun açılışında antiterror şəhidlərin evladları ilə cənab prezidentin və Mehriban xanımın görüşü oldu. Prezidentimiz və Mehriban xanım Fatimə və Zəhriyə də xüsusi diqqət yetirdi, şəkillər çəkdirdi, söhbətlər elədi. Oradan qızlar xoş xatirələrlə geri döndülər. Belə, missiyamız xidmətlərin təşkilində müasir, innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.